Xoş gördük əziz dinləyicilər. Biz ki, Ukrayna-Rusiya müharibəsi başlayandan Rusiyanın əlində bir rıçaq vardı. Mənim atom silahım var, mən atom ata bilərəm, nüvə silahına nüvə zərbəsi endirə bilərəm Ukraynaya və yaxud da ki, NATO və yaxud da ki, Avropa ölkələrinə. Biz ki, bundan çox istifadə edirdik. Son zamanlar onun nəfəsini kəsdilər. Bir dəfə İngiltərədən bildirdilər ki, bizim də o silahlarımız var və bizdəki daha yaxşı təkmilləşdirilmiş biridir. Johnson demişdi bunu. Və yaxud da ikinci dəfə Macrondan belə bir cavab gəlmişdi ki, bizdə də var, yəni çox da atom silahınıza güvənməyin. Amma bu dəfə Amerikadan sərt bir cavab gəldi. Trumpın bu bir ay ərzində olan performansı mən deyərəm ki, çox adekvatdır və Rusiya üçün daha layiqli bir cavabdır. Biz bu layiqli cavabı gözləyirik. Nə dedim? Dedi ki, o Medvedev kimi var, o Alkaş kimi var, onu hərdən birdən salırsa, ağzına nə gəldi danışır. Elə bir kəlməsində, Medvedevin bir kəlməsində ki, bizim atomumuz var, deyir artıq mən atom sualtı gəmilərimi göndərdim. Yəni biz bu günləri mən lokasiyanın da deməli şəklini qoyacağam yuxarıda, görəcəksiniz ki, Amerikanın xətt gəmiləri, sualtı gəmiləri, atomunu və kifayət qədər müasir, dünyada onun qədər müasir olmayan bu gəmiləri də Barents dənizinə, Sakit okeana və digər ərazilərə göndərməklə cavab vermiş oldu. Məhz Rusiyaya cavabı belə vermək lazımdır. Bu günləri həm dislokasiya şimal istiqamətində, Rusiya ətrafında, həm də yaxın şərq istiqamətində də davam edir. Burada İran üçün də bir təhlükə var, böyük bir təhlükə. Mən zaten İran barədə demişəm ki, onun haqqında pessimistəm. Yenə də 2-3 ay vaxt qoymuşam İran üçün. İran üçün də bu dislokasiya görsənir və bu günləri trafikdən də bunu görmək olur. Amma Barents dənizinə və digər ərazilərə Amerika xətt gəmisinin, atom gəmilərinin gəldiyi və oturduqları da görsən, bu Rusiyaya ən layiqli cavabıdır. Mən sizə demişdim ki, bu atom silahından çox danışmaq bir axmaqlıqdır. O axmaqlığı Rusiya çox istifadə eləyirdi. Kimisə qorxutmaq üçün. Bu günləri artıq qorxulu bir şey yoxdur və Amerika üçün heç bir qorxulu bir məsələ yoxdur. Çünki Amerika kifayət qədər güclüdür və Rusiya onunla heç vaxt rəqabət apara bilməz və ən texniki cəhətdən imkanlı olan atom silahları da məhz ondadır. Mən düşünürəm ki, Putinə belə cavab vermək lazımdır. Müharibənin sonuna çatmaq üçün, əgər Trump istəyirsə ki, müharibənin sonuna çatsın, Rusiya ilə Rusiyanın öz dilində, Putinlə Putinin öz dilində danışmaq lazımdır ki, şükürlər olsun Allaha ki, biz bunu illərdir deyirdik. Axır ki, Trump da məhz bu fikirdədir ki, Rusiyaya Putinin öz dilində danışmağın artıq vaxtıdır. Təşəkkürəm diqqətinizə görə.